bir şəxs yuxusunda həcəmət görə, dünyada heç bir bəlaya giriftar olmaz. Şənbə günü, səşənbə günü, bir də çaharşənbə günü qəbr üstə və illahi hamamə getmək olmaz. O səbəbdən ki, cəmi şər məxluqu, həmzad, əcinnə, şəyatin və divlər o günlər qəbristanə yığışıb bayram edirlər. Ağac altında yatmaq olmaz. Çünki əcinnə insana zərər yetirər. Hə, əgər kimin başına belə iş gəlsə, buyursun mənim yanıma, ona bir dua yazım. Bu da məlumunuz olsun ki, cinlərin toy yeri hamamdır. Bağışla Cənab Molla, ayağım sürüşdü, yıxıldım oradan. Cənab Molla, icazə ver sənə bir sual verim. Nə deyirsən? Mən bayaqdan bəri sənin o gözəl kəlamlarına qulaq asırdım. Hə. Deyirəm, cənabımız gərək ərəb dərsində çox güclü ola, elədir. Nə söyləyirsən gədə? Molla olmaq, mərsiyə demək məyər asan əmirdir? Ərəb dərsini tamam eyləməmiş səni heç minbərə qoyarlar? Çox gözəl. Onda Cənab Molla, mənə deyin görüm, ərəbcə çörəyə nə deyərlər? Cavan oğlan, yəqin bunu bilməmiş olmazsan. Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orada düyüdən savayı başqa şey yeməzlər. Bəs onda düyüyə nə deyirlər ərəbcə? Hə, qardaş oğlan. Cəmaat düz deyirmiş ki, sənin ağlın başında deyil. Həli ya, əgər ağlın başında olsaydı ağaca dırmaşmazdı. Sən bizim uşaqların da başını körlüyürsən. Ağlıva gələni danışırsan onlara. Aycama, görün bu sərsəm bizim uşaqlara nə deyir? Deyir ki, bizim bütün bu küllü aləm yumru bir şeyin üstündə durur. Demək gün, ay hamısı fırlanır, hə? Ay sənin ağlıva keçə yamayım. Allaha and olsun, belə əbləq söhbətləri kəsməsən. Bir dua yazacağım, dilin tutulsun. Həzrət Abbasa yazacağım. Xeyr ha, Cənab Molla. Mən özüm yazacağım Həzrət Abbasa. Yazacağım ki, sən Cənab Molla, heç əməlli başlı ərəb dilini bilmirsən. Amma gəlib burada bizə mavizə oxuyursan. Elə günü bugün yazıb göndərəcəm Həzrət Abbasa. Həzrət Abbasa ərzə yazacağım. İmamın da işi gücü qurtarmışdır. Sənin kimavaranın ərzəsinə məhəl qoyacaq. Bir dayı yazıb, ərzəni kimdən göndərəcək? Çavuş, lavvarlar çoxdan yoldadılar. Neçə vaxtı gediblər? Çavuş mənim nəyimə gərəkdir, Cənab Molla. Bu çayı görürsən? Axıb, axıb, tökülür düz Fərad çayına. Hara dedi? Fərad çayının yanında bir adam dayanıbdır. İmama gələn ərizələri alıb aparır Həzrət Abbasın huzuruna. Yəni sən, Cənab Molla, bunları da bilmirsən. Onda da nə sayaq mollasan? Qurban olduğum Həzrət Abbas. Bizim kənddə İskəndər adlı bir dinsiz, imansız peyda olub, şəriəti lağa qoyur. Qəzəb elə ona adır üstə, qurut onun dilini. Həmidə. Həmidə. Nədir Cəlil? Sənə danışmışdım ki, bir molla məktub yazır, Həzrət Abbasa göndərir. Yox. Atır axar çaya ki, güya gedib çatacaq Həzrət Abbasa.
Bu məktubu Molla çaya atmış diye. Özü de bunda göndermişti. Aha. Просьбе. Отказ. Хазрат Аббас.